razıyam və qeyd etdiklərinə əlavə olaraq deyim ki, Xəyal Əliyevin 3-cü zonadakı pressingi dəhşətli dərəcədə idi. Hal-hazırda Azərbaycan futbolunda ən perspektivli hücum xətti futbolçusu deyə bilərik Xəyal Əliyev. Medinaya çox ciddi çətinliklər yaşatdı. Biz bilirik ki, Medinaya Terminator rəqəbi qoyulub, yəni çox necə fiziki olaraq bəlkə futbolçudur, amma o belə Xəyalla çətinlik yaşayırdı və Xəyal hətta ilk saniyələrdə sarı vərəq aldırdı Medinaya. Bir stoperin 10-cu 15-ci saniyədə sarı vərəq alması nə qədər təhlükəli olduğunu az əvvəl özün də qeyd etdin. Bundan başqa mən Qarabağın buraxdığı qollarda Koxarskinin səhvlərini qeyd eləyərdim. Birinci, üçüncü qollarda Koxarskinin səhvləri var idi. Bundan başqa Qarabağda Kaşukun ansambldan geri qaldığını mütləq qeyd etməliyik. Yəni maraqlı, əslində maraqlı idi Kaşukla, yəni strategiyasında Mən Kaşuk. əslində Andradeni gözlürdüm əsas heyətdə, amma Kaşuk bura. Bəs Kadi məsələn qırmızı vərəqə cəzası olması da əminəm ki, Kadini görə bilərdik. Kadinin olmadığı fonunda Andrade əsas heyətdə ola bilərdi və digər gözlədiyim dəyişiklik mən düşünürdüm ki, Bədavi mərkəz müdafiəçisi mövqeyində çıxış edər, Silva ənənəvi sağ cinahda olar. Görünür Bədavinin Newcastle-dakı 90 dəqiqə fiziki olaraq bərpa olmasına mane olub. Hər halda Bədavinin yaşı çoxdur. Orada əla oyun keçirmişdi, amma görünür fiziki olaraq çatdırmayacağını düşünüb Qurban Qurbanov ehtiyatda saxlamışdı. Çünki Silvanın sağ cinahda olmadığı aydın sezilirdi. Dani Bolt Silvanın boşluğunu bərpa edə bilmirdi. Ümumi və bir də Qurban Qurbanovun əvəz etmələri də rol oynadı. 62-ci dəqiqədə 0-3-dən sonra Andrade ilə Musa Qurbanlı meydana daxil oldu. Duranı onunla bağlı da bir qeydim var mənim. Musa Sivrucuda yer aldı. Duran sağ cinaha keçdi. Əslində Duran normalda Vingerdi. Və sağ cinah Vingerinə bu mövsüm bir neçə dəfə Qurban Qurbanov bu gedişləri idi və hər dəfə doğrulu olub. Yaxşı xatırlayıram, Şamaxıda da, İmişlilən oyunlarda da bu gedişlər özünü doğruldub. Duran cinahda kifayət qədər kreativdir, çətinlik yaradır. Puxaç kimi futbolçu bacarmadı. Əla futbolçudur amma. Çox əla futbolçudur. O belə çətinlik yaşadı, qarşısını ala bilmədi. Axırıncı qolda da, üçüncü qolda da məhz Duranın keçidindən sonra, ötürməsindən sonra Musa Qurbanlı fərqləndi. Sırf həmin əvəz etmənin də rolu olduğunu qeyd etməliyəm ki, mövqe dəyişikliyi oldu. Musa taran tiplidir, Sivrucuda fərq yarada bildi, Duran cinahda fərqi yarada bildi. Bunların fonunda Qarabağ geri dönüş eləyə bildi və ən əsası düşünürəm ki, Qarabağın təcrübəsi bu oyunda çox rol oynadı.